Ayır 24'ün efirində xəbər vaxtıda studiyada Günel Mösümovada axşamınız xeyir günün əsas xəbərlərindən keçək. Ötən il Suriyada hakimiyyət dəyişikliyi fonunda Türkiyə hələ də bölgədəki təsir dairələrini genişləndirir. Söhbət İsrail ilə gərginlik fonunda Türkiyənin xüsusən Livanda aktivləşməsindən gedir. Lakin proseslərlə bağlı xarici mətbuatda yayılan bir sıra iddialar var ki, bu xüsusən Ankara üçün narahat edicidir. Belə ki, Ankaranın Livanda güclənməsi Tehranın zəifləməsinə paralel hadisə kimi şərh edilir. Bəs iddiaların arxasında dayanan əsas səbəb nədir və ümumilikdə Türkiyənin yaxın şərq siyasəti perspektivdə həm Ankara, həm də bölgə üçün hansı yenilikləri qazandıracaq? İzləyək. Bir müddətdir xarici mediada Türkiyənin yaxın şərq siyasətinə dair artan bir sıra iddialar diqqət mərkəzindədir. Söhbət bu ölkə ilə Livan arasındakı münasibətlərdən gedir. Belə ki, Ankara Livan üçün Tehranı əvəzləyən aktor kimi təqdim edilir. Bu isə Türk ictimaiyyətində bir mənalı qarşılanmır. İddiaların narahatlıq yaratması isə ümumən müqayisənin yanlışlığı, eləcə də Ankaranın bölgədə artan imicinə zərər yetirməyə hesablanması ilə izah olunur. Çünki İranın Livandakı mövcudluğu, yəni Hizbullah amili daha çox bölgədə möhkəmlənərək silahlı mübarizə ilə İsrailə qarşı güclü təsir rıçaqları formalaşdırmağa xidmət edirdi. Türkiyənin bölgəyə yanaşması isə əsasən sülh, humanitar məsələlər və diplomatiyaya əsaslanır. Yəni Ankara ilə Tehranın yaxın şərqə yanaşmasında mühüm ideoloji və strateji fərqliliklərin mövcud olması sözü gedən iddiaları istisna edən əsas amildir. Türkiye, Lübnan'da ekonomik, insani ve kurumsal varlıklarıyla irtibat halindedir ve Lübnan'da devletin egemenliğini ve istikrarını önceleyen bir politika yürütmektedir. Dolayısıyla Türkiye ile İran'ın Lübnan'da kıyaslanması yanlıştır. Çünkü Türkiye bir devlet politikası yürütmektedir ve devletler arası ilişkiler şekliyle varlığını sürdürmektedir. İran ise Hizbullah üzerinden askeri yapılanmayla ideolojik bir yapı yürütmeye çalışmaktadır. İddiaların mənbəyi isə əslində o qədər də qaranlıq deyil. Bu qısa müddət əvvəl İsrail, Cənubi Kipr və Yunanistanın birgə ittifaq yaratması çərçivəsində baş tutan təmaslardan da aydın olur. Bu baxımdan ekspertlər Türkiyənin yaxın şərq siyasətinə dair yanlış dəyərləndirmələrin də arxasında Təl-Əvivin dayanması ehtimalı olduğu qənaətindədirlər. Bu isə Ankaranın təkcə Suriya deyil, artıq Livanda da güclü təsir mexanizmləri formalaşdırmağa nail olduğuna işarə edir. Nəticədə bölgənin iki əsas gücün əhatə dairəsinə düşəcəyini desək yanılmarıq. İsrail və Türkiyə, həmçinin Livanın daxilində baş verən bir sıra proseslərdə Türkiyənin bölgədə daha böyük təsir rıçaqları formalaşdırmaq potensialını büruzə verir. Söhbət Livanın siyasi məkanında bölünmənin dərinləşməsi və Türkiyənin bu məqamda sünnilər, habelə Livanda yaşayan türkmən əhali üçün əsas alternativ kimi ön plana çıxmasından gedir. Türkiyəyə məxsus humanitar təşkilatların da Livanda aktiv fəaliyyət göstərməsi bunu təsdiqləyir. Bugünə qədər Livan və ətraf ərazilərdə ən ideal vəziyyəti məhz Osmanlı dövründə türklər yaradıblar. Yəni coğrafiyanı və coğrafiyanın çətinliklərini, eyni zamanda problemlərini ən yaxşı bilən məhz türklərdir. Suriyanın mərkəzləşməsi və Suriyada hakimiyyətin güclənməsi fonunda Türkiyə cənubdan gələn təhlükələri sezir. Buna görə də cənub təhlükəsizliyini təmin etmək üçün digər bir ölkə olan Livanda mövqelərini gücləndirmiş ola bilər. Digər tərəfdən Türkiyənin yaxın şərqdə artan rolu Qərb, xüsusən Amerika Birləşmiş Ştatlarının da maraqlarına uyğun hesab olunur. Hətta Suriyadakı keçid hökumətinin Əsəd dövründən fərqli olaraq qısa müddətdə Avropa və Birləşmiş Ştatlarla diplomatik əlaqələr qurması, Ağ Evin Türkiyənin Suriya üzərindəki təsir gücünü tanıması da iddiaların əksini göstərir. Nəticə itibarilə Ankaranın bu məqamda tək olmaması, İrana alternativ olması argumentini yalanlayır.